Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. İrənc reytinq xalq artisti səhv danışdı. Əsl sənətkarlar gücü işə verməlidirlər, reklama yox. Əgər sənətdə sən bazar fikirləşirsənsə, onun adı sənət deyil, onun adı elə bazardır. Sənətçi həmçinin bəzi müğənnilərin ucuz reklama qurban olduqlarını vurğulayıb. Bir yerdə ki, bazar var, orada sənət, keyfiyyət udulur. Bazar yaxşı reytinq, qazanc gətirə bilir. Nəticədə biz iyrənc reytinq qazanırıq. Beyinləri yuyan, zövqləri korlayan, insanlara qıcıq verən reytinqdir. Biz efirə getməmişik ki, reytinqimiz olacaq. Ziyalılar, peşəkarlar kənara çəkilməməlidir. Onlar kənarda durub, efiri bəyənmirəm deməməlidir. Seçməlidir. Danışığını bilməyən aparıcı qarşısında dayanmaram, çünki boş zaman itkisidir. Bunların hər biri gözəl olanda mən də efirdə oluram.